insan hüququ olduğu xüsusi qeyd edilir. Sənəd çağırış edir ki, təcili və birgə fəaliyyət göstərmək lazımdır şəhər inkişafı ilə bağlı. Dünya sürətli urbanizasiyaya məruz qalır və burada insan hüquqları ilə bağlı, çünki mənzilləşmə insan hüququdur və bir infrastruktur məsələsi deyil hazırda. Bununla bağlı UN Habitat ümumilikdə BMT çağırış edir ki, birgə işlər görülməlidir. Sənədin 3 əsas prinsipi var idi ki, insan yönümlü şəhərlər olmalıdır, gələcəyin şəhərləri, o cümlədən inklüziv və əlçatan şəhərlər olmalıdır. Hər kəs üçün bərabər imkanlar təqdim etməlidir və bu sahədə bir əməkdaşlığı cəlb edir, əməkdaşlığı tövsiyə edir sənəd. Sənəddə qeyd olunan əsas bəndlərdən biri də işğaldan azad olunmuş ərazilərə qayıdış proqramı ilə bağlıdır. Burada öz doğma torpaqlarına geri dönən insanların təhlükəsiz qayıdışının təmin olunması da əsas prioritetlərdən biri kimi göstərilib. Azərbaycanın təcrübəsinin burada bölüşülməsi olduqca unikal idi. Onu da qeyd edim ki, parlamentarlərin dərbi masa görüşündə bir çox ölkələrində münaqişələr olan parlamentarlər də iştirak edirlər. Elə o cümlədən Ukraynanın nümayəndə heyətinin çıxışı zamanında qeyd etdi ki, təbii ki, Azərbaycanın yenidən qurma və bərpa işləri münaqişə bitdikdən sonra Ukrayna üçün də ən yaxşı nümunə ola bilər. Millət vəkili Rasim Müsabeyev isə bildirib ki, sənəd qlobal